Fərqi yoxdur, hicablı ya hicabsız, evdən çıxanda bəzənir, filan giyinir. Nə üçün? Diqqət dilənir küçədə. Bir dənə mənə baxın, xahiş edirəm, yalvarıram mənə baxın. Yalvarıram mənə, bir dənə gözünüzü ilə bax. Bunun bəzənməyinin mahiyyəti budur. Bundan başqa bir şey deyil. Gözəlliyini qadın göstərsin cəmiyyətə. Qadın gözəlliyini göstərsin. Qadın intellektini təqdim eləsin. Qadın insan yetişdirsin. Yoxsa ki bu zahiri, yenə deyirəm amma mən heç vaxt insanları hicablı, hicabsız filan bu bölgü tərəfdarı deyiləm. Bəzən deyirlər həyalı, həyasız. Yəni bu məsələləri mən başqa baxışla baxıram. Başqa baxışla baxıram. Yəni sırf həya meyarı deyil. Çünki əksi də görünür. Yəni bu məntiqlə irəliləməyin, bu məntiqlə hicabı əsaslandırmağın tərəfdarı deyiləm. Örtünmə ümumiyyətlə, örtünmə özü bir gözəllikdir, gözəl səhnədir.